Salam dəyərli gənclər, xoş gördük hər-birinizi. Sizinlə mən Faiq Məmmədov. Biz bugün 2019 buraxılış suallarına baxacağıq. Birinci sual belədir. Eni 7, uzunluğu 8 sm olan düzbuzalın sayəsini tapın. Təbii ki, biz bilirik ki, düzbuzalın sayəsi n vur uzunluğa bərabərdir. O da olacaq 56 kvadrat santimetr. İkinci sualımız həndəsi silsiləyə aid sualdır. Burada deməli B1 və Q verilmişdir. Dördüncü həddi soruşur. Biz bilirik ki, həndəsi silsilədə BN bərabərdir. B1 vurulsun, Q üstü N çıx 1 düsturu ilə tapılır. Onda yaza bilərəm ki, B4 bərabərdir. B1 vurulsun, Q üstü 3. O da olacaq 2 vurulsun, 3 üstü 3. Yəni 54. Düzgün cavabımız olacaq Y variantı. Üçüncü suala keçid alaq. Çevrə xaricində verilmiş nöqtədən, çevrə çəkirik bir dənə. Bunun xaricində verilmiş nöqtədən çevrəyə toxunanlar çəkilmişdir. Biz bilirik ki, çevrə xaricindəki nöqtədən çevrəyə çəkmiş toxunanlar bir-birinə nədir? Bərabərdir. Deyir ki, əgər bu toxunanlar 20-dir. Toxunanların ölçüsünü 20 veribdir. Əgər bu toxunanların çevrəyə toxunma nöqtələri arasındakı məsafə 24-dürsə, yəni buradan bura məsafə 24-dür. Yaxşı. Deyir ki, çevrənin radiusunu tapın. Çevrənin radiusu hansı hissədir? Baxın. Biz bilirik ki, mərkəzdən toxunma nöqtəsinə çəkilmiş radius, bax bura. Bu da bura perpendikulyardır. Buradan əmələ gəldi, düzbucaqlı düzbucaq əmələ gəldi. Mən buradan bunu çəksəm, deməli bizə deyir ki, tutaq ki, bu A, B olsun. Bura bir C nöqtəsi olsun. AC və BC toxunanlardır gördüyünüz kimi. Və AB məsafəsi 24-dür. Deməli, bura neçə olacaq? 12 bura olacaq. 12 də bu hissə olacaq. Və mənə deyir ki, çevrənin radiusunu tap. Yaxşı. Mən ilk öncə nə etməliyəm buradan? Pifaqor teoreminə burada düzbucaqlı düzbucaq əmələ gəlib. Tətbiq edib yazmalıyam ki, 20, 12. Bax, bu hissəyə nə qalacaq gənclər? 16 qalacaq. Düzdürmü? Bura 16-dır. Burada bir x deyirəm. Sonra yazıram h kvadrat hemen düsturuna görə 12-nin kvadratı bərabərdir 16 vur x. X buradan nəyə bərabərdir? 9-a. Yaxşı. Onda mənim radiusum r kvadratı bərabərdir 12-nin kvadratı üstə gəlsin 9-un kvadratına. R kvadratı bərabərdir 144 üstə gəl 81 225. R nəyə bərabərdir gənclər? 15-ə bərabərdir. Məsələ 1-də baxın. Nə aydın deyilsə soruşa bilərsiniz. Rəy bölməsində yazın. Dördüncü suala keçid alaq. A üstü gəl B 5-dir. A çıx 10 çıx B-ni istəyir. Mötərizəni açsaq alınacaq A üstü gəl B çıx 10. Yəni 5 çıx 10 nə olacaq? Mənfi 5. Düzgün cavab C variantı. 5-ci sualımızda isə deyir ki, düzbucaqlı neçə faiz iştirilənmişdir? Gördüyünüz kimi düzbucaqlı deməli 12 hissəyə bölünübdür. 9-u iştirilənmişdir. Yəni 12-dən 9 iştirilənib. Bunu da faizli ifadə edərkən 100-ə vurarıq. Olacaq nə? 75 faiz. Niyə? Çünki bunlar ixtisar gedəndə 3 bölü 4 qalır. Oradan 75 çıxır. 6-cı suala keçid alaq. A-4 və B2 olarsa, bu nöqtələrin orta nöqtəsinin koordinatını tapın. -4 ilə 2-nin ortası nə olacaq gənclər? Deməli, adı doxunda -4 nöqtəsi ilə 2-nin ortası. Neçə vayd məsafədir? 6 vayd məsafədir. Deməli, -1 olacaq bunların nəyi? Ortası. Bu necə tapırıq? Ümumiyyətcə, parçanın orta nöqtəsini taparkən uc nöqtələri toplayıb 2-yə bölmək kifayətdir. İstər koordinat sistemində, istər adı doxunda fərq etmir. 7-ci sual loqaritmik tənliyə aiddir. Baxın gənclər, loqaritma 6 əsasdan, loqaritma 4 əsasdan, loqaritma 2 əsasdan x bərabərdir 0. Yəni, buradan birinci baxırıq, 6 üstü neçə? 6 üstü 0 nəyə bərabərdir gənclər? 1-ə bərabərdir. Onu yazıram loqaritma 4 əsasdan, loqaritma 2 əsasdan x bərabərdir 1-ə. Sonra baxıram, 4 üstü 1 nəyə bərabərdir? 4-ə. Loqaritma 2 əsasından x bərabərdir 4-ə. İndi baxıram, 2 üstü 4 nəyə bərabərdir gənclər? 16-ya. Deməli, x nəyə bərabər oldu? 16-ya. 8-ci suala keçid alırıq. 8-ci sual xətti bərabərsizlikdir. Yazırıq ki, deməli, 2x çıx 3x kiçikdir. -3 üzərinə gəlsin 2-dən. Buradan -x kiçikdir -1-dən. X böyükdür 1-dən. X böyüksə 1-dən ən kiçik tam əl neçədir? 2-dir. 9-cu suala keçid alırıq. Radiusu 3. Verilib radiusu 3. Və doğranla hündürlük arasındakı bucaq. Doğranla hündürlük arasındakı qalan bucaq 30 dərəcə. Bunu da verib 30 dərəcə. 30 buradır. Konusun yan səthinin sayəsini tapın. Konusun yan səthinin sayəsini birinci bilməliyik düsturunu. S yan nəyə bərabərdir?
pi r l-ə bərabərdir. L burada doğurandır. Yaxşı, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenzun nə idi? Yarısıdır. Bura olacaq onda 6. Düzdürmü? Yaxşı. İfşo. Pi-ni bilirik. Yerinə qoyacaq. R-i bilirik 3-dür. L-i də bilirik 6-dır. Cavab nə edəcək? 18 pi. 10-cu sual bizə 2-də 1 üstü x funksiyasının qrafikini göstərir. Bu təbii ki a üstü x funksiyasıdır, yəni üslü funksiyanın qrafikidir. Üslü funksiyanın grafikinin iki vəziyyəti var. A 1-dən böyük olanda və A 0-1 aralığında yerləşəndə. Gördüyünüz kimi A 0-1 aralığında yerləşir. Burada yəni cavab olacaq B variantı. Niyə? Baxın. 2-də 1-in yəni qüvvəti 0-1 aralığında ədədin qüvvəti artdıqca ədəd nə edir? Kiçilir, 0-a yaxınlaşır. Qüvvət mənfi olanda isə fikir verin, böyüyə-böyüyə gedir. Məsələn, 2-də 1 üstü mənfi 2, x yenə mənfi 2 qoyanda 4 alır, mənfi 3 qoyanda 8 alır. Amma 2 qoyanda 4-də 1, 3 qoyanda 8-də 1. Görürsünüz, kislə gedir. Ona görə buradan gördüyünüz kimi cavab B variantı olacaq. Növbəti sualımız permutasiya və kombinezona aiddir. Permutasiya 7-dən 3 nə deməkdir, gənclər? Deməli, 7-dən başlayaraq 3 dənə ədədin hasili. 7, 6, 5. Kombinezon 7-dən 3 isə 7, 6, 5. Yəni 3 dənə ədədin hasili 7-dən başlayaraq və bölünsün 1-dən başlayaraq 3 dənə ədədin hasili. Bunlar ixtisar gedir. Bu da qalxır hara? Surətə. Olacaq cavab 6. Yəni Y variantı. Hə, bu sual deyə bilərsiniz ki, niyə müəllim düsturundan işləmədi? Məsələn, permutasiyanın düsturundan. Permutasiya n-dən k bərabərdir. N çıx k faktorial bölünsün k faktorial. Yəni bu şəkildə niyə yazmadı? Daha doğrusu n faktorial bölünsün n çıx k faktorial. Bunun yəni niyə yazmıram? O daha uzun gedir. Bu daha qısa yoldur. Məsələn, tutaq ki, permutasiya 8-dən 2 verilibsə, bunu yaza bilərik 8 vur 7. Və yaxud da kombinezon 8-dən 2 verilibsə, bunu yazarıq 8 vur 7 bölünsün 1 vur 2. Yəni burada neçə yazılıbsa, o şəkildə olacaq. Aydındır. Belə də kimsə əgər permutasiya kombinezon düsturundan istəyirsə, ondan da yaza bilər. Məsələn, permutasiya n-dən k bərabərdir, n faktorial bölünsün n çıx k faktorial. Və yaxud da kombinezon n-dən k bərabərdir, n faktorial bölünsün n çıx k faktorial vurulsun k faktorial. Yəni bunlarla da yaza bilərsiniz. 12-ci suala keçid alaq. 4-cü dərəcədən kökaltı 99 hansı iki ədəd arasında yerləşir? Deməli, biz bilirik ki, 3 üstü 4 81-dir, 4 üstü 4 256-dır. Yəni, təbii ki, onda olacaq 3 ilə 4 arasında. Niyə? Çünki 3 üstü 4 dediyimiz kimi 81-dir. 4 üstü 4 isə 256-dır. 99-dakı yerləşir 81 ilə 256 arasında. 12-ci suala keçid alaq. A kvadrat çıx B kvadrat 13-dür. A kvadrat üstə gəl B kvadrat ifadəsinin qiymətini tapın. Bunu yazırıq A çıx B vurulsun A üstə gəl B bərabərdir 13 və fərqə 1 cəmə 13 deyirik. Hasilin 13 olması üçün. Niyə? Çünki AB natural ədəddir. Deyə bilərsiniz ki, niyə fərqə 13 cəmə 1 demədin? Natural ədədlər olduğu üçün cəmə 13, fərqə 1 dedim. Və sistem təhlil şəklini əldə etsəm, yəni A üstə gəl B bərabər 13, A çıx B bərabərdir 1-ə. Alta toplayanda 2A 14-dür. A 7-dir. B-miz olacaq 6. Onda A kvadrat üstə gəl B kvadratı olacaq 49 üstə gəlinsin 36. Yəni 85. 14-cü suala keçid alırıq. Oturacağı 3 bucaq olan prizma. Aha, oturacağı 3 bucaqdırsa prizmanın neçə tili vardır? Deməli, bu prizma neçə tili var sizə baxanda görə bilərsiniz. 3 aşağıda, 3 yuxarıda, 3 də yanında. Yəni 3n sayda. O da olacaq 9 dənə til. 15-ci suala keçid alırıq. 12 sinus kvadrat x üstə gəlsin 4 kosinus kvadrat x funksiyasının ən kiçik qiyməti ilə ən böyük qiymətinin cəmini tapın deyir. Bunu biz necə yazarıq? Yazarıq ki, y bərabərdir 4, belə yazıram, 8 sinus kvadratı x üstə gəlsin 4 sinus kvadratı x üstə gəlsin 4 kosinus kvadratı x. O da bərabərdir 8 sinus kvadratı x üzərinə gəlsin 4 vurulsun sinus kvadratı x üstə gəlinsin kosinus kvadratı x. Təbii ki, buradan sinus kvadratı x üstə kosinus kvadratı x-in, yəni bu ifadənin 1 olduğunu bilirsiniz. Onda da bizim cavabımız olacaq 8 sinus kvadratı x üstə gəlinsin 4. Yəni, baba, bu ifadənin ən böyük qiymətini taparkən sinus kvadratı x yenə 1 veririk. 8 vur 1 üstə gəl 4 edir 12. Ən kiçik qiymətdə kvadrat olduğuna görə 0 olacaq. 8 vur 0, 0 üstə gəl 4,
4 eləyəcək. Yəni ən kiçik ən böyük qiymətlərin cəmi 12 üstə gəl 4, 16 olacaqdır. 16-cı suala keçid alırıq. Kvadrat tənliyin kökləri fərqi 6 olar. Gördüyünüz kimi köklər cəmi burada nəyə bərabərdir? Köklər cəmi əks işarələ ikinci ədəd əmsalına, yəni -10 olacaq. Köklər fərqi isə 6-dır. Və buradan sistem tənliyi ilə həll eləsək, 2x1 altılı toplayıram bərabər olacaq -4-ə, x1 bərabərdir -2-yə. x1 -2-dirsə, x2 nəyə bərabər olacaq gənclər? -8-ə. Düzdürmü? Onda Q nəyə bərabər olacaq? Q köklər hasilidir. Yəni 16-ya bərabər olacaqdır. 17-ci suala baxırıq. Təbii ki, burada gördüyünüz kimi düzbucaqlı üçbucaq var. 3, 4, 5 üçbucağıdır. Buradan hündürlük çəksəm, burada 4 olacaq. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni x olacaq 8. 18-ci suala keçid alırıq. Bir nöqtədən müstəviyə 2 dənə mail çəkilmişdir. Deməli, birinin uzunluğu 25-dir gənclər. Digərinin uzunluğu isə 17-dir. Bu isə bizim perpendikulyarımızdır. Bu böyük mailin proyeksiyası 20-dir. Bura 20-dir. Deyir, kiçik mailin proyeksiyasını tapın. Biz demişdik ki, proyeksiya nədir? Mailin oturacağı ilə perpendikulyarın oturacağı arasındakı məsafəyə biz proyeksiya demişdik. Buradan Pifagor teoremi tətbiq eləsək, bura nə olacaq? 15. Yəni 25-in kvadratından çıxdım 20-nin kvadratını. Elədi 225. Kök altda 225-dən də çıxdı 15. Bunu bildiniz yəni, niyə belə oldu? İndi burada da Pifagoru yenə tətbiq eləsəm, x kvadratı bərabər olacaq 17-nin kvadratı çıxılsın 15-in kvadratı. Bura nə qalacaq? 289-dan 225 çıxanda nə qalır? 289 çıx 225, 64 qalır. Burada nə çıxır? 8. Yəni, bu kiçik proyeksiya neçə oldu? 8 oldu. 19-cu sual kompleks ədədin arqumentinə aiddir. Bu sual artıq həm buraxılış, həm blok proqramdan çıxarılıb deyə bu sualı izah eləmirəm, vaxtınız getməsin. Gəldik 20-ci suala. 20-ci sual bizdə oxşarlıq sualıdır. Burada hansı üçbucaqlar oxşar olacaqdır? Baxın, bura betadırsa, deməli, A, B, C üçbucağı ilə deməli M, B, N üçbucağı. Deməli, üçbucaq A, B, C ilə üçbucaq M, B, N oxşardır. Nəyə əsasən? Biz demişik ki, oxşarlığın əsas əlamətlərindən biri, biz yəni DIM proqramında 99% bucaq-bucaq əlamətindən istifadə edirik. Yəni, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına bərabərdirsə, üçbucaqlar oxşardırlar. MBN üçbucağında fikir verirsiniz, alfa, burada da alfa var, beta hər ikisinin ortaq bucağıdır, fikir verirsiniz, B təpəsi həm MBN-də var, həm ABC-də var. Bura qamma desəm, burada avtomatik qamma bucağı olacaq. İndi mən oxşarlığı necə yazacağam? Balaca üçbucaqda alfanın qabağı nə durub? 4,8. Böyük üçbucaqda alfanın qabağı nə durub? 8. Nisbətləri yazıram. Balaca üçbucaqda qammanın qarşısında neçə durub? 6. Böyük üçbucaqda qammanın qarşısında durubdur. 4,8 plus, bura bir x deyirəm. Bura x deməyim, çünki betanı da bilirəm mən. Ehtiyac yoxdur onda heç bu bir tərəf yazmağa. Deməli, balaca üçbucaqda betanın qabağına nə durub? X. Böyük üçbucaqda betanın qabağına nə durub? X üstə gəlsin 8. Mən hansı x-i tapmaq lazımdır? O bir tərəflərə ehtiyac yoxdur. Bildinizdə necə yazdıq? Alfanın qabağında 4,8, böyük üçbucaqda alfanın qabağında 8. Balaca üçbucaqda betanın qabağında x, böyükdə betanın qabağında x üstə gəl 8. Bunları ixtisar aparsam, neçə olacaq? 0,6. Bunlar 4,8-i 8-ə bölünür, 0,6 eləyir. 0,6-na vuranda x plus 8 eləyəcək, 0,6x üzərinə gəlinsin. 4,8, 6,8, 48, bəli, bərabərdir x-ə. Buradan 0,4x bərabər 4,8-ə, x nəyə bərabərdir? 12-yə. Deməli, x-in 12 olduğunu buradan tapmış olduq. 21-ci suala baxırıq. Təsvir edilmiş natural ədədin natural bölənləri sayını tapın. Təbii ki, ədəd deməli necədir? 2 vurulsun, 2 üstü 3 vurulsun, 5 üstü 4 vurulsun, 7 üstü 5-dir. Biz də bilirik ki, ədədin natural bölənləri sayı necə tapılır? Qüvvət üstünün üstünə 1 gəlib, bir-birinə vurulur. Yəni, 3 üstə gəlib 1 vurulsun,
4 üstəgəl 1 vurulsun. 5 üstəgəl 1 olacaq. Buradan da çıxır 4 vur 5 vur 6. Yəni 120 dənə natural böləni var. Gəldik çıxdıq trigonometrik tənliklərə. Deməli 1 bölünsün kosinus 3x bərabərdir mənfi 1-ə. Buradan çıxır ki, kosinus 3x bərabərdir mənfi 1-ə. Cos x bərabər a tənliyinin həlli x bərabərdir müsbət mənfi arc kosinus a plus 2 pikadır. Yəni yazıram 3x bərabərdir müsbət mənfi arc kosinus mənfi 1 plus 2 pika. Təbii ki, burada arc kosinus mənfi 1 harda, kosinus mənfi 1 harda alır? Pi-də alır da. Yəni pi-də yaza bilərəm və yaxud da ki, arc kosinus mənfi a pi çıx arc kosinusdan da istifadə edə bilərəm. Elə birbaşa yazıram 3x bərabərdir müsbət mənfi pi üstəgəlinsin 2 pikaya. Buradan da x bərabərdir müsbət mənfi pi böl 3 üzərinə gəlinsin 2 pika bölünsün 3. 23-cü sual ehtimal sualıdır. Torbada 5 ağ 7 qara kürə var. Torbadan təsəvvürdən çıxarılmış bir kürəciyin ağ rəngli olması hadisəsinin ehtimalı. Deməli 12 cəmi kürə var. 5 ağdır. Deməli 12-dən 5-dir. Ehtimalımız nə olacaq? 12-dən 5 olacaq. 24-cü sual funksiyayı sualdır. Fx bərabərdir k bölü x funksiyasıdır. Yəni y bərabər k bölü x funksiyasıdır. Bura x-dir, bura y-dir. Yerinə qoyuruq. Mənfi üzr istəyirəm 12 bərabərdir. K bölünsün mənfi 2. K-nın buradan mənfi 24 olduğunu tapırıq. K-mız mənfi 24-dürsə yerinə qoyuruq. Olur fx bərabərdir. Mənfi 24 bölünsün x-dir də gördüyünüz kimi. İndi mən f3 istəyirəm tapım. Yəni f3 nədir? X yerinə 3 qoymalıyım. Mənfi 24 bölünsün 3 bərabərdir mənfi 8-ə. F3-ümüz oldu nə? Mənfi 8. 25-ci suala baxırıq. 25-ci sual törəməyə aid sualdır. Buraxılışda bu sual olmayacaq. Çünki buraxılışda törəmə yoxdur, amma blokda düşə bilər deyə izah edirəm. Funksiyanın törəməsinin qrafik verilmişdir. Maksimum nöqtələrin sayını tapın. Ümumiyyətcə, funksiyanın öz qrafikində maksimum nöqtələr, minimum nöqtələri tapmağı bilirsiniz. Amma törəmənin qrafikində fərqlidir. Törəmənin qrafikində deməli, müsbətdən mənfiyə keçirsə, bu olacaq maksimumlar. Mənfidən müsbətə keçirsə, bu olacaq minimumların sayı. Baxın. Misal göstərirəm. Burada görürsünüz, mənfidən müsbətə keçib. Bu deməli nədir? Bu minimumdur. Burada isə müsbətdən mənfiyə keçib. Görürsünüz, müsbətdən mənfiyə keçibsə, deməli, bir dənə nə var burada? Maksimum var. Burada da bir dənə müsbətdən mənfiyə keçib. İkinci maksimum. Neçə dənə maksimum var gənclər? 2 dənə maksimum var. Minimumlar isə, baxın, minimumlar qoy göylə göstərim. Fikir verin, mənfidən müsbətə keçib. Minimum. Mənfidən müsbətə keçib, minimum. Mənfidən müsbətə keçib, minimum. 3 minimum, 2 maksimum var. Ekstremum nöqtələrin sayında isə 5 dənədir. Bizə maksimum istəyirdi, 2 dənə maksimum oldu. Diqqətiniz üçün çox sağ olun. Like etməyi və kanalımıza abunə olmağı unutmayın. Dəstəyiniz üçün təşəkkürlər.